Baxın, bütün hekayə bu iki tarix arasında cəryan edir. Eramızdan əvvəl 550-ci ildə qurulan nəhəng bir imperiya, düz 220 il sonra eramızdan əvvəl 330-cu ildə tarix səhnəsindən silinir. Amma gəlin görək, hər şey necə başladı. Yaxşı, bəs belə bir güc necə ortaya çıxdı? Hər şey haradan başladı? Gəl imperiyanın o möhtəşəm, partlayışa bənzər yüksəlişinə birlikdə baxaq. Və səhnəyə əlbəttə ki, ikinci Kir çıxır. O təkcə bir padşah deyildi, o bir imperiyanın demək olar ki, memarı idi. Təsəvvür edin, eramızdan əvvəl 550-ci ildə o dövrün super gücü sayılan Midiyanı darmadağın edir və bütün regionun siyasi xəritəsini yenidən cızır. Vəssalam. Məhz beləcə tarixin ən böyük imperiyalarından biri Əhəmənilər dövləti yaranır. İmperiyanı qurmaq bir işdir. Amma onu böyütmək, sərhədləri genişləndirmək, bax bu tamamilə başqa bir məsələdir. Gəlin görək Əhəmənilər bu işin öhdəsindən necə gəldi, hansı çətinliklərlə üzləşdilər. Amma bilirsiniz, heç bir zəfər əbədi deyil. İkinci Kiro Araz çayından şimala doğru irəliləyəndə qarşısına heç gözləmədiyi bir rəqib çıxdı. Massagetlərin məğlub edilməz kraliçası Tomiris. Və nəticə heyrətamız oldu. İmperiyanın qurucusu, o böyük Fatel, döyüşdə məğlub oldu və öldürüldü. Bu, əslində imperiyanın da ölümsüz olmadığının ilk, çox sərt bir siqnalı idi. Bəs, Kirin ölümü hər şeyin sonu deməkdir. İmperiya çökürdü. Əsla. Səhnəyə yeni bir güc, onun varisi birinci Dara çıxdı. O nə etdi? Təkcə daxildəki qarışıqlığı yatırmadı, həm də sələfinin edə bilmədiyini etdi. Arazdan şimaldakı torpaqları fəth etdi. Bu, bütün dünyaya bir mesaj idi. Əhəmənilər hələ də ayaqdadır və çox güclüdür. Artıq imperiya demək olar ki, inanılmaz dərəcədə böyümüşdü. Yaxşı, bəs belə bir ərazini, içində onlarla fərqli xalq yaşayan bu nəhəng coğrafiyanı necə idarə edirdilər? Gəlin indi onların idarə etmə sisteminə və bu sistemdə yavaş-yavaş yaranan o ilk çatlara nəzər salaq. Həqiqətən də bu çox vacib sualdır. Təsəvvür edin, Misirdən Hindistana qədər uzanan bir ərazini necə bir mərkəzdən idarə etmək, necə bir yerdə saxlamaq olardı? Cavab, əslində çox ağıllı bir sistemdə idi. Satraplıqlar. Gəlin belə təsəvvür edək. Bütün imperiya böyük vilayətlərə, yəni satraplıqlara bölünüb. Hər birinin başında da satrap deyilən bir canişin var. Və bu satrapın da cəmi iki əsas işi var idi. Mərkəzi xəzinəyə vergi toplamaq və müharibə olanda şahın ordusuna əskər göndərmək. Bu, həqiqətən də o dövr üçün çox effektiv, çox ağıllı bir idarə etmə mexanizmi idi. Amma bildiyimiz kimi heç bir sistem əbədi deyil. Zaman keçdikcə o möhtəşəm binanın təməlində dərin çatlar əmələ gəlməyə başladı. Söhbət eramızdan əvvəl 4-cü əsrdən gedir. Artıq imperiya sözün əsl mənasında içərdən çürüyürdü. Sarayda taxt uğrunda qardaş qardaşı qırırdı. Məmurlar arasında korrupsiya baş alıb gedirdi. Satraplar mərkəzi dinləməyib öz aralarında çəkişirdilər. Və əlbəttə, imperiyanın hər tərəfində tabe edilmiş xalqlar bir-birinin ardınca üsyana qalxırdı. Sanki hər şey böyük bir fırtınaya doğru gedirdi. Və bilirsiniz, içərdən zəifləyən bir dövlət həmişə kənardan gələn təhlükələr üçün asan bir hədəfdir. İndi isə gəlin, hekayəmizin son pərdəsinə keçək. O pərdə ki, Əhəməni imperiyasını tarixin arxivinə göndərəcəkdi. Bəli, o təhlükə qərbdən gəlirdi. Adı isə Makedoniyalı İskəndər idi. Gənc, inanılmaz dərəcədə iddialı və hələ heç bir döyüşdə uduzmamış bir sərkərdə. Və o gözünü şərqin sərvətlərinə, yəni Əhəməni imperiyasına dikmişdi. Və nəhayət o böyük toqquşma anı gəlib çatdı. Tarix eramızdan əvvəl 331-ci il. Məkan Qavqamel. Meydanın bir tərəfində son Əhəməni şahı 3-cü Dara və onun saysız hesabsız ordusu. Ordunun içində həm də Midiya satrapı Atropatın komandanlığı altında bizim qədim tayfalarımız, Qadusillər, Albanlar və Saklar da var idi. Meydanın o biri tərəfində isə gənc, amma artıq əfsanəyə çevrilmiş Makedoniyalı İskəndər. Bu sadəcə bir döyüş deyildi. Bu, bir dövrün bitib, digərinin başladığı an idi. Döyüşün nəticəsi Əhəmənilər üçün tam bir fəlakət oldu. 3-cü Dara darmadağın edildi. O, şərqə doğru qaçaraq canını qurtarmağa çalışdı, amma taleyin acı ironiyasına baxın ki, onu İskəndərin qılıncı deyil, öz adamlarından birinin öz satrapının xəyanəti öldürdü. Bu, təkcə bir şahın yox, bütün bir sülalənin, bütün bir imperiyanın faciəvi sonuydu.
Və beləliklə eramızdan əvvəl 330-cu ildə hər şey bitdi. 220 il davam edən o möhtəşəm Əhəməni imperiyası tarix səhnəsindən silindi. Onun xarabalıqları üzərində isə Makedoniyalı İskəndər öz nəhəng imperiyasını qurmağa başladı və dünya tarixində tamamilə yeni bir səhifə açdı. Yaxşı, bəs bütün bu hekayə bizə nə deyir? Bəlkə də ən böyük dərs budur. Bir imperiyanın süqutu çox vaxt başqa bir imperiyanın doğulması deməkdir. Güc heç vaxt boşluq sevmir. Əhəmənilər getdi, amma onların mirası, idarəetmə sistemi, mədəniyyəti, bütün bunlar onlardan sonra gələn sivilizasiyalara təsir etməyə davam etdi. Bu da bizə bir daha xatırladır ki, tarix heç vaxt sadəcə keçmişdə qalmır, o daima təkrarlanan bir dövrandır.